Xəbər verdiyimiz kimi əməkdar artist Aybəniz Haşimova Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Demokrat Az xəbər verir ki, sənətçi yeni təyinatı ilə bağlı sosial şəbəkədə paylaşım edərək bunları deyib. Ardı kəsilməyən zənglər məni çox qürurlandırır, amma iki qat məsuliyyətləndirir. Mənə görə sevinən hər kəsə təşəkkür edirəm. Əminəm ki, Mədəniyyət Naziri Adil Kərimlinin verdiyi bu qərara görə çox şad olacaqsınız. Qeyd edək ki, 58 yaşlı sənətçi Bülbüllər qrupunun yaradıcısı, Sənət Akademiyasının təsisçisi və rəhbəri, Türk Ağsaqqalları İctimai Birliyinin Mədəniyyət Komitəsinin sədridir.